Hər kəsə salam. Bugün uşaqlar çox sevincliyəm, çünki axır ki 10K olduq. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Çox sağ olun, var olun. İnşallah 20K olduğumuzda görərik. Bundan sonra da uşaqlar hər biriniz kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Siz abunə olun, videolarımı bəyənin ki, mən də davamlı şəkildə video izahları paylaşım. Biraz motiv olsun mənim üçün də. Deməli uşaqlar, hər birinizin yeni ilinizdə təbrik edirəm. İndi isə başlayaq yenə dərslərə. Deməli, bugün baxacağıq səhifə 120-dəki ilkin yoxlamaya. Bilirik ki, faiz bölməsinə başlayacağıq. Ona görə faizə başlamazdan əvvəl biraz öyrəndiklərimizi, yadımızda olanları, bilikləri təkrarlayırıq, ümumiləşdiririk. Görək nəyi bilirik, nəyi bilmirik, nəyi öyrənməyə ehtiyacımız var. İndi başlayaq səhifə 120-dəki ilkin yoxlama tapşırıqlarına. 6 dənə tapşırıqdır, asandır. Deməli, başlayaq birinci tapşırıqdan. Birinci tapşırıqda uşaqlar deyir, mavi hissələr tamın hansı hissəsini təşkil edir? Adi kəsir və onluq kəsirlə yazın. Bu bizim üçün çox asandır, çünki biz adi kəsirlərdə, onluq kəsirlərdə bilirik. Gəlin başlayaq. Şəkilləri mən əvvəlcə çəkim, sonra yazaq. Deməli uşaqlar, indi baxaq birinci tapşırığın A-sına. Deməli, deyir ki, mavi rənglənmiş hissələr, bunu yadımdan səhv rəngləməmişəm. Neçə dənədir? 3 dənə. Deməli, birincidə bizə verib bir dənə çevrə, elə bilin ki, pizzadır. Pizzanı dilimlərə ayırmışıq, 3 dənəsini yemişik. Neçə dilim var burada uşaqlar? 10 dənə dilim var. 10 dənə dilimin 3-ünü yemişiksə necə yazırıq onu? 10 dənə dilimlə 3-ünü yedik, oldu 14. 14 uşaqlar adi kəsirlidir, onluq kəsir kimdə yazsın? Olacaq 0,3. Sonra keçdik B-sinə. B-də neçə dənə şarik var uşaqlar? Deməli, 5, 10, 15, 20, 25 dənə şarik var. Bu 25 dənə şarikin neçəsi rənglidir? 15-i. 5, 10, 15 dənəsi rənglidir. Bu oldu bizim adi kəsirimiz. İndi gəlin bunu ixtisar aparaq 5-ə. 5-ə böləndə nə edir? 5-də 3. 5-də 3 də bərabərdir 0,6-ya. Deməli, B-ni də yazdıq adi və onluq kəsir şəklində. İndi keçək C-yə. C-də var, deməli, 4, 5. 20 dənə bizə verib xana. Bu 20 dənə xana neçəsi rənglidir uşaqlar? 6-sı. İxtisar aparsaq 2-yə, onda 3. Yəni 0,3. Deməli, bu da oldu bizim C bəndimiz. Bunu bitirdik. İndi keçək 2-yə. 2-də bizə deyir ki, boş xanalara uyğun ədədləri tapın. Asandır uşaqlar, su içimi bir şeydir bizim üçün. 5 dəqiqədə tak-tak yazaq, bitirək. Heç baxmağınıza belə ehtiyac yoxdur. Yəni, özünüz oturub yaza bilərsiniz sərbəst şəkildə. Baxın, yazın özünüz, sonra oturun, yoxlayın. Tökməyə ehtiyac yoxdur. Deməli, tapşırıq 2. 2-də bizə nə deyir? A-da verib bizə 10-da 3. 10-da 3-ü uşaqlar eləyib 100-də. Deməli, bu 10-u, bu bir dənə 10-a vurub ki, bu olub 100. Məxrəci də vurmuşuqsa, avtomatik olaraq surəti də vurmalıyıq. Deməli, bu surəti də 10-a vuranda nə olacaq? 30. Sonra B. Verib 20-də 7. Bunu onluq kəsirə çevirmək üçün, yəni məxrəci 100-ə gətirmək üçün nəyə vurub uşaqlar? 5-ə vurub. Nə olub? 100-də 35. Sonra gəldik C bəndinə. C-də bizə verib 25-də 8. 25 gördüksə nəyə vururuq uşaqlar? 4-də. Nə olur? 100-də 32. Sonra D-də. 50-də 67. 50-dirsə nəyə vururuq? 2-yə. Eləyəcək 100-də 134. Bu belə. İndi silək keçək Y bəndinə. Y-də uşaqlar verib bizə 4-də, indi bu tərəfi boş saxlayıb, bərabərdir 75. 75-i gəlin ixtisar aparaq, 25-ə bölək. Hər tərəf 25-ə böləndə eləyəcək 4-də 3. Sonra F, 2-də 5. 2-də 5, hər tərəfi nəyə vurarıq? 5-ə vurarıq ki, məxrəc 10 olsun. 100 eləyib, əstəğfurullah. Deməli, hər tərəfi vurarıq nəyə? 50-yə. Nə olacaq? 100-də 250. Sonra keçək G-yə. 100
%120. Hər tərəfi uşaqlar bölərik 20-yə. Aşağıda qalacaq 5, yuxarıda qalacaq 6. Deməli cavab 5-də 6. G-dən sonra gəlir H. H-da verib 248. Hər tərəfi bölsək 2-yə. Eləyəcək %24. Asan, bu da belə. İndi keçək i bəndinə. Silək hamısını. Görək i-də bizə nə deyir. Gəlin bunun rəngini biraz tündləşdirim uşaqlar. i bəndində uşaqlar bizə verib 321. 321-də hər tərəfi gəlin bölək 3-ə. Məxrəc eləyəcək 100. 21 3-ə böləndə 7. %7. Sonra gəldi J-ya. J-da 40-da 16. Hər tərəfi 4-ə bölərik. Nə eləyir uşaqlar 4-ə bölsək? 10-da 4. Daha sonra hər tərəfi bir dənə də 10-a vursaq, eləyəcək %40. Sonra gəldik K bəndinə. K-da bizə verib 100, 50-də 27. Hər tərəfi 3 ixtisar aparsaq, qalacaq nə? 50-də 9. Hər tərəfi təkrardan 2-yə vursaq ki, məxrəcimiz 100 olsun, %18. Və gəldik I bəndinə. I-da uşaqlar verib 250-də 35. Hər tərəfi 5-ə bölsək, eləyəcək nə? 50-də 7. Təkrar da 2-yə vursaq, %14. Aha, bu da oldu bizim tapşırıq 2-miz. İndi keçək 3-ə. Deyir, adi kəsri onluq kəsrə, onluq kəsri adi kəsrə çevirin. Gəlin çevirək. Bu da asandır uşaqlar. Bildiyimiz şeylərdir hamısı. Yadımıza salaraq təkrar eləyirik. Çünki faiz kəsirlərlə əlaqəlidir. Deməli, verib bizə %49. Verib bizdə yazaq. Onluq kəsrə çevirirək. Nə edirik? 0-dan %49. 50-də 3. Hər tərəfi tez vuraq 2-yə. Tak, nə edəcək? %6. Yəni 0, 0, 6. 20-də 17. Hər tərəfi nəyə vurarıq? 5-ə. %50, 25, 75. 50, 35, 85. Yox. Bərabərdir 0,85. Sonra verib bizə 0,13. Necə tələffüz edirik? %13. Deməli yazacağıq %13. Sonra bunları silək, keçək növbətiyə. Deməli uşaqlar, mən silirəm. Siz videonu saxlayıb baxa bilərsiniz təkrarən. Səhifə tapşırığın nömrəsi görünsün deyə mən məcburən silirəm. Kitabı da paylaşa bilmirəm. Yəni risk eləmək istəmirəm kitabı paylaşıb. %2 yazılar %2 bu şəkildə. Sonra 1,45. Tamımız 1. Məxrəcimiz %45 dediyimiz üçün %45. Aha. İxtisar demədiyi üçün uşaqlar ixtisar eləmirəm. Olduğu kimi saxlayıram. Sonra verib %9. Olacaq 0, 0, 9. Sonra verib 25'də 27. 25'də 27. Gəlin uşaqlar bunun tamını ayıraq. 1,25'də 2. Hər tərəfinə vurarıq 4-ə. Eləyəcək 1,8. Yəni 1,08. Sonra bu da belə. Qaldı 4 dənəsi. Bunu da silim. Videonu saxlayıb siz özünüz baxarsınız uşaqlar. Bəziləriniz rəylərdə yazırsınız ki, müəllim video silməyin, yəni ardıcıl yazın. Amma səhifəni qarışdırmayasınız deyə bu şəkildə yazıram. 4-də 7. 4-ün içində 7-nin içində 4, 1,4-də 3. Hər tərəfi 25'ə vursaq, heç 25'ə vurmuruq. Mən sizə hər dəfəsində deyirəm. 4-də 3 nədir? 0,75. Yəni 1,75. Sonra 0,65. Necə yazırıq? %65. Sonra verib uşaqlar 0,7. 10'da 7. Bunlar asandır. 1,9. Deyirik, yazırıq 1,9. Tardı. Bu da bizim tapşırıq 3'ümüz. Bu da belə. İndi keçək 4'ə. Deyir, tapın. Adı deyir 40'ın 4'də 3 hissəsini, nə bilim, ədədin hissəsi. Hissəsinə görə ədədin tapılmasını tapacağıq. Asandır. Gəlin başlayaq uşaqlar, tez-tez yazaq.
Tapşırıq 4. 4-də deməli A-sında deyir ki, 4 yazdım. 40-ın 4-də hissəsini tapın. Ədədin hissəsini tapanda nə edirik? Hissə göstərən ədədə vururuq. İxtisar aparırıq. Cavabımız 30. Keçib B-yə. 15-in 5-də 3 hissəsini tapın. Ədədə vururuq. Hissə göstərən ədədə. İxtisar. Cavabımız nə olacaq? 9. C-yə. C-də deyir ki, 2-də 1 hissə. Əgər birinci hissə gəlirsə, deməli bu hissəsinə görə ədədin tapılmasıdır. Ədəd gəlirsə, ədədin hissəsinin tapılmasıdır. Hissəsinə görə ədəd tapanda nə edirik? Ədədi bölürük hissə göstərən ədədə. Yəni 17 vurulsun. Birinci olduğu kimi qalır. İkincinin tərsinə çeviririk. Cavabımız 34. Sonra D bəndi. 3-də 2 hissəsi 50 deyirsə, deməli 50-ni böləcəyik 3-də 2-yə. Yəni birincini olduğu kimi saxlayırıq. İkincini çeviririk tərsinə. İxtisar apardıq. Burada qaldı 25. 25-də 3-ə vuranda nə edir uşaqlar? 75. Bu asan idi. Qaldı 4 dənəsi. Tez onlarda yazaq. Tak bitirək. Bugünkü dərsimiz həm maraqlıdır, həm asandır. Bildiyimiz şeylərdir. 120-nin deyir 10-da 3-ünü tapın. Tez yazırıq. 120 vurulsun 10'da 3. Şifahi hesaplayın. Niyə niyəcək? 36. İxtisar 7 burada qaldı 12. 12'nin 3 36. Sonra F. F'də bizə deyir 420'nin %7 hissəsini tapın. Gəlin tapaq. %7. Aha. Bunlar 10'a ixtisar getdi. Nə elədi? 42 vuraq 7. 280. 294. Aha. Məxrəcdə 10. 10'da 294'ü 10'luq kəsə çevirəndə necə yazırdıq uşaqlar? 29 tam 10'da 4. Aha. Gəldik G-yə. G ilə H bir damcı qismən çətindir. Çətin deyəndə, yəni hesablaması biraz uzundur. Çətin deyil. Bildiyimiz, işlədiyimiz şeylərdir. Bunu da silim, keçək G-yə. Deməli, G-də nisbətən çətinləşdirib nə ediblər uşaqlar? Deyir ki, 9'da 7 hissəsi 42 olan ədədin 6'da 1 hissəsini tapın. Deməli, biz əvvəlcə nəyə tapmalıyıq? 9'da 7 hissəsi 42 olan ədədi. Yəni, 42-ni bölməliyik 9'da 7-yə. Birinci olduğu kimi qalır. İkincini tərsinə çevirdik. İxtisar apardıq. Elədi 54. İndi 54 tapandan sonra deyir, 54'ün də 6'da 1 hissəsini tapın. Yəni, 54'ü 6'da 1'ə vurun demək istəyir. Eləyəcək 9. Bu oldu bizim G bəndimiz asan idi. İndi keçək H-a. H-da deyir ki, H-da 3'də 1 hissəsi 8 olan. Yəni 8 bölünsün 3'də 1 bərabərdir. Birinci olduğu kimi qalır. İkincinin tərsinə çevirdik. Elədi 24. Sonra deyir 24'ün 4'də 3'ünü tapın. Yəni 24'ü vurun 4'də 3'ə. İxtisarlar getdi. Qaldı 6'ın 3'ə 18. Bu da belə uşaqlar. Bu da oldu. Tapşırığın 4'ün sonuncuları. Keçək 5'ə. Deyir suallara cavab verin. 60 kvadrat metr sahənin 5'dəki hissəsi neçə kvadrat metrdir? Eyni şeydir uşaqlar. Gəlin bunları silim. Keçək 5'ə. Elə ədədin hissəsinin tapılmasıdır da. O nəmisi oldu. 5. A-da deyir ki 60 kvadrat metr sahənin 5'dəki hissəsi. Yəni 60 vurulsun 5'də 2. 12, 24. Deməli, A-da oldu cavab 24. Keçək B-yə. Ambardakı 120 ton buğdanın 12'də 11 hissəsini dəyirmana göndərdilər. Ambarda nə qədər buğda qaldı? Deməli, uşaqlar, ambarda 120 ton buğda var. 12'də 11'ini göndərdilər. Neçəsi qaldı? 12'də 1'i. Deməli, biz tapmalıyıq 120'nin 12'də 1'ini. Niyə belə yazdıq uşaqlar? Elə bilin ki, 12 ilə bölmüşəm. Misal üçün də, yəni 12 ilə bölmüşəm. Bu 12 ilə böldüyümün 11 dənəsini, baxın, tutaq ki, bura 11 dənədir. Bu 11 dənəsini göndərdilər ambara. Neçəsi qaldı əlimizdə? Bir dənə buxana qaldı əlimizdə. Bir dənəsi qaldı.
bir dənəsi qaldı. Yəni 12 dənədən 11 dənəsi getdi, 12 dənədən bir dənəsi qaldı. Bu o deməkdir. Məndən də qalanı istədiyi üçün deyir nə qədər qaldı. Ona görə 12-də 11-i tapmıram. Birbaşa 12-də 1-i tapıram. Bunlar ixtisar gedir. 12 burada qalır 10. Onu da 1-ə vuranda eləyir 10. Deməli ambarda 10 ton buğda qalıb. Keçək C-yə. Deyir qiymətinin 5-də 4 hissəsi 12 manat olan köynək. 5-də 4 hissəsi 12 manatdırsa, 12-nin bölməlik 5-də 4-ə. Yəni birinci olduğu kimi saxlayırıq, ikincinin tərsinə çeviririk. İxtisar aparsaq 3, elə də 15. Aha, keçək deyə bəndinə. Uzunluğu 50 sm olan lentdən 10 sm kəsildi. Lentin hansı hissəsi deyir kəsildi. Uzunluğu 50 sm-dir uşaqlar. Bu 50 sm-in 10 sm-ni kəsdik. Hansı hissəsi getdi? İxtisar aparsaq hər tərəfi 10-a bölsə 5-də 1. Deməli 5-də 1-ini kəsdik. Bu da oldu bizim D bəndimiz. Aha, tapşırıq 5-də bitirdik. Keçək 6-ya. Deyir ki 6-da. Səndə 375 litr su var. Bu sənin tutumunun 6-da 5 hissəsini təşkil edir. Aha, gəlin baxaq. Tapşırıq 6. ...375 litr su var səndə. Bu da olsun bizim çənimiz. İndi deyir ki, bu çənin tutumunun 6-da 5 hissəsini təşkil edir. Gəlin çəni bölək 6 yerə. 1, 2, 3, 4. Aha, 6 yerə böldük. 6-da 5 hissəsi doludur su ilə. Bu bizim olsun. Rəngi dəyişim. Qarışdırmayaq. Hə, su ilə doludur. 6-da 5 hissəsi. Baxın, 5 dənəsinin içində su var. Yəni, burada cəmi nə qədər su var uşaqlar? 375 litr. 375 litrimiz çənin 6-da 5 hissəsidir. 6-da 5 hissəsidir. Aha, 6-da 5 hissəsi 375-dirsə, bu çənin tutumu nə qədərdir? 6-da 5 hissəsi 375 litr olan çənin tutumunu necə tapırıq? 375-i bölürük 6-da 5-ə. Yəni 375 vurulsun 5-də 6. İxtisar aparsaq, burada qalacaq deməli 7, 75. 75-i də 6-ya vuranda nə edir uşaqlar? Fikirləşək. Gəlin vuraq. 6 dəfə 420, 450. Gərək düz yazdım. 442, 420, 30, aha 450. Deməli, bu çənin tutumu 450 litr imiş. Sonra deyir, çənin 10-da 7 hissəsi neçə litr su tutar? Çənin tutumunu tapdıq ki, 450-dir. 450-nin 10-da 7 hissəsi nəyə bərabər olar? 10-da 7. Hər tərəfi 10-a bölsək, burada 1 qalar, burada qalar 45. Yəni 45 vurulsun 7. Bu nə edir? 4 dəfə 7, 280, üstə gələk 35. 315. 315 litr su tutar. Deməli, çənin 10-da 7 hissəsi 315 litr su tutar. Bu da oldu bizim tapşırıq 6-mız. Aha, səhifə 120-ni uşaqlar bitirdik. İndi keçirik səhifə 121-ə. Aha, indi başlayaq uşaqlar səhifə 121-dəki birinci tapşırığa. Deməli, faiz nədir? Əvvəlcə faizlə tanış olaq. Uşaqlar, gündəlik həyatımızda da, yəni çox istifadə edirik faizi. Məsəl üçün, bir şeyi tam əminsinizsə, bir şeylə bilirsinizsə, necə, yəni sözlə necə ifadə edirik? Deyirsiniz ki, mən bu misalın cavabından 100% əminəm. 100% nə deməkdir? Yəni ki, tam şəkildə əminsiniz özünüzdən ki, bu şeyi, yəni siz cavabınız düzgündür, bilirsiniz. Və ya misal olmasın, hər hansı başqa bir şey olsun. Bir şeylə əminsinizsə 100% bilirsiniz. Və yaxud
bir şey yarı-yarıya cavab bilmirsinizsə, o da olar və ya bu da olarsa nə deyirsiniz? Deyirsiniz ki, 50%, yəni yarı-yarıya, dəqiq bilmirəm, 50% ola da bilər, olmaya da bilər. Deməli, faizin gündəlik həyatlarımızda çox istifadə edirik. Aha. Deməli, faizin işarəsi uşaqlar bu şəkildədir. Televizorda, yəni hər yerdə görməmiş olmazsınız. Endirim olanda, məsəl üçün mağazalarda və ya tutaq ki, 30% endirim var. Yəni faiz işarəsi hər yerdə gündəlik həyatımızda rastımıza çıxır. Aha. İndi baxaq faiz nədir? Faiz tamın, deməli 1% tamın %1 hissəsidir. Yəni %1 nədir? 100 dənədən biri. %1 bərabərdir 1%-ə. Aha. Bir şeydən tam əminsinizsə olacaq 100%. Deməli, indi gəlin uşaqlar baxaq misallara. Yavaş-yavaş yəni faizlə bağlı məsələ, misallarda işləyəcəyik. İlk olaraq başlayaq birinci tapşırığımızdan. Deyir ki, tutaq ki, bir dənə də bir şey deyim. Biz kəsirlərdə necə keçmişdik? Tutaq ki, verib bizə pizza. Pizzanı böldük 8 yerə. 8 yerə böldük. Bunu 8 götürməyək. 4 yerə böldük. Aha, 4 yerə böldük. Bunun bir dilimini yedik. Nə deyirdik? 4-dən birini yedik. Amma faizli uşaqlar, biz bunu 100% qəbul edirik. Bir pizzanı 100% qəbul edirik. 100% qəbul edəndə hər pizzaya neçə faiz düşür? 25%. Deməli, biz 25% pizza yemişik. Yəni, bir dənə bir dilimimiz 25%-dir. İndi gəlin başlayaq tapşırıq 1-dən. Deməli, A bəndində A-da uşaqlar bizə verib 100 dənə xana. Bu 100 dənə xananın deməli 40 dənəsi rənglidir. 100 dənədən 40-ı rənglidirsə, 100 dənə xananın 40 dənəsi rənglidir. Yadınızda saxlayın, faizdə həmişə məxrəci 100-ə gətirməliyik. Bir də deməli 100 gətirdik. Deməli, bu bərabərdir 40%-ə. Sonra B bəndində 100 dənədən deməli rənglidir 54 dənəsi. 100 dənədən 54-ü rənglidirsə neçə faizdir? 54% görürsünüz sadədir. C-də 100 dənədən rənglidir 26-sı. 26-sı. Yəni neçə faizdir uşaqlar? 26%. D bəndində rənglidir. 100 dənədən neçəsidir? 6 burada, 9 burada. Bunu bir yerə yığmayıblar. Gözləyin sayım uşaqlar. Aha, 100 dənədən 39-u. İnşallah düz saymışam uşaqlar, səhv saymışam, üzrü hesab eləyin. Bu da eləyəcək 39%. Bu oldu tapşırıq birimiz. Bunu bitirdik. Keçək ikinci tapşırığa. 2 də asandır, rahatdır. Gəlin bunu silək, keçək 2-yə. Deməli, keçirik səhifə 122-yə. Deməli, 122-də tapşırığımız neçədir? 2. Tapşırıq 2. Deyir, adi kəsirləri faizlə ifadə eləyin. Gəlin eləyək uşaqlar. Çox asandır. 2 dəqiqə yazıb bitirəcəyik bunlara. %3. Yəni 3%. %8. Yəni 8%. %9. 9%. Məxrəcimiz deməli nə olmalıdır? Həmişə yadınızda qalsın 100. %10. 10%. Sonra %15. Bunları siləyim indi. Heç mən yazmasam belə bunları artıq əminəm ki, özünüz yaza bilərsiniz. %15. %15 nədir? 15%. %35. 35%. %50. %50 nədir uşaqlar? 50%. Yəni yarı-yarıya. %50, 50%. Sonra %53. %53 bərabərdir 53%. %90. 90%. Sonra %100. %100 nədir uşaqlar? 100%. Aha. Deməli,
Bir şey tam bilirsə 100% olur. 50-50'ye bilirsə, yəni yarısını bilirsə 50% olur. Bu da tapşırıq 2. Buna da bitirdik. Keçək tapşırıq 3-ə. Bir adi kəsirləri məxrəci 100 olan kəsirlə əvəz edin, faizlə ifadə edin. Gəlin yazaq uşaqlar. Deməli, biz axı bilirik ki, faizi çevirmək üçün məxrəcimiz 100%. Görürsünüz, faizdən istifadə elədim. Məxrəcimiz mütləq 100 olmalıdır. Aha. İndi gəlin yazaq tapşırıq 3. Deməli uşaqlar verib bizə 10'da 3. Hər tərəfi nəyə vuraram? 10'a. Eləyəcək %30. Yəni neçə faiz? 30%. 50'də 8. Hər tərəfi nəyə vuraram? 2'yə. Nə eləyəcək? %16. Yəni neçə faiz? 16%. 25'də 21. Hər tərəfi vuraraq 4'ə eləyəcək nə? %84, o da eləyəcək 84%. 5'də 2. Hər tərəfi vuraram 20'yə, %40. Nədir? 40%. Bu belə. İndi siləyim, keçək növbəti 4 dənə yazmağa. Verib bizə indi 2'də 1. Aha. 2'də 1. 2'də 1 nədir uşaqlar? Hər tərəfi 50'yə vuraram. Nə olacaq? %50. Bu da elədi 50%. Sonra verib 20'də 7. Hər tərəfi 5'ə vuraram. Eləyəcək nə? %35. Bərabərdir 35%. 4'də 3. 4'də 3 mən həmişə sizə deyirəm. 0,75'dir. Yəni %75. Yəni 75%. 40'da 22. Bunu əvvəlcə ixtisara aparmalıyıq məxrəci 100'ə gətirmək üçün. Deməli 2'yə böləndə nə eləyir? 20'də 11 və təkrardan 5'ə vuranda eləyəcək %55. Bərabərdir 55%. Aha, bu da belə. Sonra bunları da silək, keçək son 3 dənəsinə. Verib bizə 12'də 3. Yəni 12'də 3 ixtisar aparaq 3'ə. 4'də 1. 4'də 1 neçə faizdir uşaqlar? 25%. 3 %45. 60 olsaydı. 3 %45. Hər tərəfi gəlin bölək 15'ə. Məxrəcdə qalacaq 20, surətdə 3 və təkrardan vuraq 5'ə. Əslində 3'ə də bölə bilərdik. Mən nəysə qala da bilər. %15. Bu da elədi 15%. 3'ə bölsəydik daha asan olardı. 250'də 50. Hər tərəfi 50'yə bölsək eləyəcək 5'də 1. Bunu da 20'yə vursaq nə eləyər uşaqlar? %20. Yəni neçə faiz? 20%. Bu da faizi. Bu da 3. Keçək 4'ə. Gör nə qədər tapşırığımız var faizlə bağlı? 10 dənə. Gəldik 4'ə. Deyir, dairə bərabər hissələrə bölünüb. Rənglənmiş hissələri kəsirin faizdən yazın. Aha, sadədir, asandır. Gəlin keçdik tapşırıq 4'ə. Deməli 4. Aha. Baxaq uşaqlar. A bəndində dairə neçə yerə bölüb? Gəlin əvvəlcə onu tapaq. 1, 2, 3, 4, 5. 10 dənə yerə bölüb. Neçəsini rəngləyib bu 10 yerə bölüb? Rəngləyib 9 dənəsini. Aha, bu oldu bizim kəsirimiz. İndi gəlin bunu faizə çevirək. Faiz olması üçün nə olmalıdır? Məxrəc 100. %90. Deməli 90% rənglənib. Keçək B-yə. 2 yerə bölüb. Neçəsini rəngləyib? Birini. 2'də 1 neçə faizdir? 50%. Yəni 50'yə vururuq %50 olur. Bu da bərabərdir 50%. Yəni bir yadınızda qalsın. 2'də 1 50%dir. C bəndi. 4 yerə bölüb 3'ünü rəngləyib. 4'də 3 75%. Yadınızda qalsın. 0,4'də 3 %75'dir. Faiz kimi 75%dir. 4'də 1 D bəndim. 4'də 1 25%dir. Yadınızda qalsın. D-da neçə yerə bölüb uşaqlar? 4 8 yerə bölüb. 8 yerə bölüb neçəsini rəngləyib? 6'sını. Aha.
Gəlin bunu ixtisar aparaq 2. Nə eləyəcək? 4-də 3. 4-də 3 neçə faizdir? 75. Y bəndi. Y bəndində uşaqlar nə eləyib? Baxın. 3, 6 yerə bölüb, 6-sını da rəngləyib. 6-da 6. Bir şeyin hamısını rəngləmişiksə, deməli bu tamdır, 100%dir. Yəni, necə ki, ev tapşırıqlarının hamısını bitirmişsiniz. Müəllim, mən 100% hamısını yazmışam, tam bitirmişəm. Ona görə olacaq bu. Tam rəngləmişsə 100%. Keçdik uşaqlar. Onluq kəsirlərin faizli ifadəsi. Aha, rahatdır. Onluq kəsirləri uşaqlar, mən nə edirik? Onu adi kəsirə çeviririk. Adi kəsirə çevirəndən sonra da çeviririk faizə. İndi gəlin bunları silim. Keçirik tapşırıq neçəyə? 5-ə. Hələ bu qədər sürətli getdiyimiz misal olmayıb bizim. İlk dəfədir ki, belə sürətli işləyirik. Tapşırıq 5. Verib bizə 0,64 uşaqlar. 0,64-ü çeviririk onluq kəsirə. Onu da çeviririk faizə. 0,15 bir içim sudur. %15 bərabərdir 15-ə. Sonra 0,7 %7 bu da bərabərdir 7%. Sonra 0,1 bərabərdir 1'ə. Hər tərəfi 10'a vursaq %10 o da bərabərdir 10%. Sonra 0,99 silək və davam edək. 0,99 %99 bu deyəcək 99%. 0,2 bu deyəcək 2%. 0,52 eləyəcək %52 bərabərdir 52%. 0,55 bərabərdir %55 bu da eləyəcək 55%. Aha, bunları da silək. Keçək növbətiyə. 0,1 aha, bərabərdir 100%. 0,5 %5 bərabərdir 5%. 1,0 ilə 1,0 yazıb bu 1 deməkdir. Bərabərdir 100%. Bir nə 100% götürürük uşaqlar? Deməli, bir şey tam bilmək 100%. O həmişə vahidə bərabər olur. Necə ki, dediyi faiz tamın 100-dən 1 hissəsidir. Ona görə vahid 100%dir. Sonra 0,4. 10,4. Hər tərəfi 10'a vursaq nə eləyəcək? %40 bərabərdir 40%. Sonra 0,42. Bunu sileyim. Eyni zamanda bunu da. 0,42 %42 bu da eləyəcək 42%. 0,61 %61 bərabərdir 61%. 0,36 %36 bərabərdir 36%. 0,8 bərabərdir %8'ə, bu da bərabərdir 8%. Sonra silək uşaqlar. Deməli 0,2 bərabərdir 10,2 bu da eləyəcək %20, hər tərəfi 10'a vurdum. 20%. Bu tərəfi də silim. 0,3. 0,3 nədir uşaqlar? Birbaşa deyin görüm neçə faiz olar sizcə? 30%. Hər tərəfi 10'a vursaq 30, bu eləyəcək 30%. 0,5
bərabərdir 10'da 5'ə. Hər tərəfi 10'a vursaq %50. Bu da bərabərdir 50%. Sonuncusu 0,95 bərabərdir %95'ə. Bu nə eləyir uşaqlar? 95%. 5'də bitirdik. Deməli, gəldik çıxdı faizin adi kəsirlə, onluq kəsirlə ifadəsi. İndi uşaqlar, bura qədər rahat idi. Tez-tez yazdıq, bitirdik. Bundan sonrası da rahatdır. Burası biraz xırda bir qaydamız var. Bunları da silirəm, 5'i də silirəm. Deməli, nə edirik? Deyir ki, faizi adi kəsirlə, onluq kəsirlə ifadəsi. Yadınızda qalsın. Faizi, tutaq ki, biz elə 25% 24'də. Faizi adi kəsirə və ya onluq kəsirə çevirmək üçün %1'ə vururuq. Və yaxud 100'ə də bölə də bilərik də, eyni şeydir. Faizi, baxın yazıram. Faizi ədədə çevirəndə 100'ə bölürük. Yadınızda qalsın həmişə. 100'ə bölürük. Necə yadınızda saxlayın? Deməli, faizin yanındakı baxın bu işarə faiz işarəsidir. Bunu buradan dəf eləmək üçün, atmaq üçün ancaq nə edirik? Bura bir dənə məxrəcinə 100 atırıq. Bunlar ixtisar gedir də, gedir qalmır. Yəni elə yadınızda saxlayın. Düzdür, qayda tam da bu şəkildə deyil. Tam da deyəndə yəni belə deyil. İxtisar partında qalır uşaqlar 4'də 1. 25'ə böldüm. Yəni faizi ədədə çevirmək üçün bunun yanındakı bu faiz işarəsi olmamalıdır. Ona görə onu 100%'ə bölürük və faiz yanındakı bu faizdən azad olur. Çeviririk onu aydınlıq kəsirə. Və yaxud adi kəsirə faizi çevirmək istəsək, tutaq ki, verib bizə, bayaq ona aid yazdıq dəfələrlə. Tutaq ki, verib 0,43. Deyir, bunu çevirin faizə. Nə edirik? 100%'ə vururuq. Ki, bu işarə gəlsin, düşsün, bunun yanına yapışsın. Nə olur? Bu deyir 43%. Deməli, necə oldu qaydamız? Ədədi faizə çevirəndə 100%'ə vururuq. Faizi ədədə çevirəndə 100%'ə bölürük. Qaydamız budur. Bir dənə balaca qaydamız var, o da belə. Tapşırıq neçəyə baxırdıq uşaqlar? Deməli, baxırıq 6'ya deyəsən. Səhifə 120 üstə 6'ya baxırıq. Deyir, faizlə verilmiş hissəni adi və onluq kəsirlə yazın. Deməli, faizi adi və onluq kəsirə çevirmək üçün nə edirik? 100'ə bölmək lazımdır. 60% çevirmək istəyirik də, hə? Nə edirik? Yazırıq. 60 məxrəcinə 100 böldük 100'ə. İxtisar getdi, nə qaldı? Gəlin bir də 10'da 6'nı ixtisar aparsaq 2'yə bölsək 5'də 3. Sonra verib 4%. 4'ə 5 yazın. 4% bərabərdir. 4'ə bölərək 100'ə. Necə uşaqlar? 25'də 1. Sonra verib 12%. 12'ni bölərək 100'ə. İxtisar aparsaq 4'ə 25'də 3. Sonra 35% verib. Neyinirik? 35'i bölərək 100'ə. 5'ə bölsək 20'də 7. İxtisar silək. Deməli, qaydamız necə oldu? Faiz ədədə çevirmək üçün 100'ə böldük. 82%. 82'ni bölərək 100'ə. 2'yə bölsək 50. 2'yə bölsək 41. Sonra 6%. 6'nı bölərək 100'ə. Adi və deyir onluq kəsirlə yazın. %6. Bu onluq kəsirdir. 0,6. Sonra bu 0,82'dir. Sonra verib 49%. 49% bərabərdir 49 bölünsün 100. Bu da 0,49. Sonra 75%. %75, yəni 100'ə böldük. Bu da bərabərdir 0,75. Sonra
10%, bunları sileyim. 10% bərabərdir 10 bölünsün 100. Bu derəcə 0 tam. İxtisar getdi 10'da 1 və 100%. 100% də uşaqlar vahid deməkdir. 100 bölünsün 100 bərabərdir 1 vahid. Bu da oldu tapşırıq 6. Keçək 7-yə. Deməli, səhifə 124-də 7-dir. Adi kəsir, onluq kəsir və ya faizlə verilmiş hissələri digər iki formada yazın. Gəlin yazaq. Bunları da sileyim. 124. Tapşırıq 7. Deməli, uşaqlar verib bizə 0,32 bərabərdir %32-yə. O da bərabərdir 32%. Sonra verib bizə %24. Yəni 0,24 bərabərdir 24%. 20'də 7. Hər tərəfini 5'ə vursaq %35 bərabərdir 0,35. O da bərabərdir 35%. Sonra 16% bərabərdir %16'ya. O da bərabərdir 0,16. Sonra bunu silək. 0,4 bərabərdir 10'da 4'ə. Hər tərəfini 10'a vursaq %40'a. Bu da bərabərdir 40%. 0,5 bərabərdir %5. Bu da bərabərdir 5%. İndi buranı silək. 72'də 18. Hər tərəfi 9'a bölsək uşaqlar nə edəcək? 8'də elə 72 18'ə bölünür. Yəni 18'ə bölək. Deməli eləyir 4'də 1. Bu da nədir uşaqlar? %25. Bu da bərabərdir 25. 0,25. O da bərabərdir 25%. Sonra verib bizə 48%. Bərabərdir %48. Bu da bərabərdir 0,48. Şimdi buranı sileyim. Verib bizə 90%. Bərabərdir %90. İxtisar aparsaq, bu da bərabərdir 0,9. 0,52 bərabərdir %52. O da bərabərdir 52%. Bu da oldu tapşırıq 7. Gəldik 8'ə. Deyir ifadələrə uyğun hissələri adi kəsirlə yazın, sonra onluq kəsir, sonra da faizlə ifadə edin. Yaxşı, yazaq. Deməli, tapşırıq 8. Verib uşaqlar A bəndində 10 bayraqdan 3'ü qırmızıdır. 10 dənə bayraqdan 3'ü qırmızıdır. Kəsirimiz budur. Onluq kəsirə çevirək, 0,3. Faizə çevirək. Faizə çevirsə eləyəcək. Baxın, hər tərəfini 10'a vuraq ki, olsun %30. Bu da 30%. Sonra B bəndi. 20 dənə şirədən 8'i almadı. Hər tərəfi vurarıq 5'ə. %40. Bərabərdir 40%. Sonra C bəndi. 25 şagirddən 12'si oğlandı. Hər tərəf vurarıq 4'ə. %48. Yəni 48%. Gəldik deyə. 50 stəkandan 17'si şüşədir. 50'dən 17'si şüşədirsə 2'yə vurarıq. %34. Yəni 34% şüşədir. Bu da oldu bizim 8'imiz uşaqlar. Çox asan idi. Bitirdik. Keçdik 9'a. 9'da 10 elə
əmsi oğlu da deyil, qardaşıdır. Yəni demək olar eynidir. Silək yazaq. Deməli 9. Deyir, hansı fiqurun daha çox faizi rənglənmişdir? Faizini tapmalıyıq. Aha. Gəlin baxaq. Deməli, görək bu xanım. Bu 1-in əmisi oldu uşaqlar. 8-lə yox. Qarışdırdım. Elə bildim 8-dən eyni şey soruşur. Eyni deyilmiş. Hə. Gəlin baxaq görək neçə dənə qutudan ibarətdir. Neçə ilə? 5, 6. A-da uşaqlar var 30 dənə xana. 30 xananı bölüb neçəsi mavidir 30 dənənin? 2, 4, 6, 7, 8, 9 dənəsi. 30 dənədən 9-u. 3 ixtisar aparsaq. Onda 3. Ona vursaq. %30. Nelədir? A oldu 30%. Keçdik B-yə. Neçə xana var? 5 burada. 25 dənə xana var B-də. 25 xanadan 5 rənglidir. Bu 5 rənglidirsə nə edəcək? Deməli. 5-də 1. İxtisar apardım 5-ə 5-də 1. Hər tərəfində 20-yə vursam, eləyəcək nə? %20. 4-ə vuraq da. Mən bunu niyə uzatdım? Hər tərəfi 4-ə vursaq, %20. Bu da bərabərdir 20%. B-miz oldu 20%. Keçək C-yə. İndi C-ni sayaq. Yəni A-nı biraz yığım, hamısı yan-yana olsun uşaqlar. B-ni də çəkək A-nın yanına. Çox çiçək yerdə. Gəldik C-yə. İndi böyüdək, yazaq C-ni. Deməli, C-ni sayaq neçə dənədir? 3, 5 eynidir uşaqlar. 4 buradan, 4, 8, 10. Deməli, 5, 10, 50 dənə uşaqlar xana var. 50 xananın neçəsi rənglidir? 4, 4, 8, 12 dənəsi. 12 dənəsi. Hər tərəfi 2-yə vursaq, nə edir hər tərəfi 2-yə vuranda? 50-də 12. Hər tərəfi 2-yə vursaq, 124. 24 bərabərdir 24%. C-miz də oldu 24%. İndi bizdən nə soruşur? Deyir, hansı fiqurun daha çox faizi rənglənmişdir? A bəndi. Deməli, A-da 30%-dir, B-də 20%-dir, C-də 24%. Aha. Keçək 10-a. Sonuncu tapşırıq. Aha, deyir ki, Samir, Səbinə və Elxan növbə ilə eyni kompüterdə oynadılar. Sonra deyir ki, uşaqlar, ümumi vaxtın 30%-i Samir. 4-də 1 hissəsini Səbinə, 0-dan %45 hissəsini isə Elxan oynadı. Kim kompüterdə daha çox oynadı? Bizdən istəyir ki, faizdir, adi kəsirdir və onluq kəsirləri müqayisə eləməyimizi istəyir. İndi uşaqlar, siz istəsəz bunu hamısını faizə də çevirib müqayisə eləyə bilərsiniz. İstəsəz hamısını onluq kəsirə də çevirib müqayisə eləyə bilərsiniz. İstəsəz adi kəsirə. Gəlin hamısını yazaq. 30% bərabərdir %30-a. O da bərabərdir 0,3-ə. Aha. 4-də 1 bərabərdir %25-ə. Yəni 0,25. Bu da bərabərdir 25%-ə. Və eyni zamanda 0,45 bərabərdir %45-ə. O da bərabərdir 45%-ə. Deməli, 30%, 25%, 45%. Hansı böyükdür uşaqlar? Adlarını yazın. Bu Elxandır. Elxan. 4-də 1 Səbinədir. Səbiş.
və Samirdə 30%-dir. Bu olsun Samir. Deməli, Samir oynayıb 30%, Səbiş 25%, Elxan 45%. Hansında çoxdur? Elxanda. Və yaxud uşaqlar faizlə yox, hissə ilə də müqayisə edə bilərik. Tutaq ki, 0,3, 0,25 və 0,45. Hansı böyükdür? 0,45. Və ya ürəyimiz istəsə, onluq kəsir kimi. %3, %25 adi kəsir kimi üzr istəyirəm, %45. Hansı böyükdür? %45. Belə də müqayisə edə bilərik. Deməli, ən çox oynayan kimdir uşaqlar? Elxan. Bu da oldu bizim səhifə 124-dəki 10-cu tapşırığımız. Faizə aid olan tapşırıqları bitirdik. Biraz tələsik oldu uşaqlar. Ümid edirəm sizin üçün tapşırıqların, misalların hər biri aydın oldu. Səhvə yol vermişəmsə indidən üzrlü hesab edin. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Siz abunə olun, videolarımı bəyənin ki, videolar davamlı olsun. Sağ olun uşaqlar, salamat qalın. Gələn dərslərdə görüşənə qədər. Hələlik.